Qur'an-ı Kərim bir bələdçidir. Şura surəsi 52-ci 53-cü ayətlər. Bax budur. Beləcə biz sənə də öz əmrimizdən, öz işimizdən olan ruhu, Quranı vəhy etdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin biz onu qullarımızdan dilədiyimizi onunla bələdçilədiyimiz bir nur işıq etdik. Heç şübhəsiz sən də dosdoğru bir yola, göylərdə və yerdə olanlar özü üçün olan Allahın yoluna bələdçilik etməkdəsən. Gözünüzü açın, işlər yalnız Allaha dönər. Bəqərə surəsi 2-4-cü ayətlər. Bax budur, bu kitab özündə heç bir şübhə yoxdur. Kimsəsiz yerlərdə iman edən, salatı iqamə edən, onları ruzuləndirdiyimiz şeylərdən Allah yolunda xərcləyən, başda yaxınları olmaqla başqalarının dolanışıqlarını təmin edən, sənə endirilənə və səndən öncə endirilənə iman edən, Allahın qoruması altına girənlər ki, bunlar axirətə də qətliklə inanırlar, bunlar üçün bir bələdçidir. Bəqərə 185. Ramazan ayı ki, Quran bir bələdçi olaraq Furqandan yol göstərmədən açıq seçkin açıqlamalar olaraq o ayda endirilmişdir. Maidə surəsi 15-16-cı ayət. Ey kitab əhli, qətiliklə kitabdan gizlətmiş olduğunuz şeylərin çoxunu açıqlayan, çoxundan da səthi keçən bizim elçimiz sizə gəldi. Qətiliklə sizə Allahdan bir işıq və açıq-aşkar bir kitab gəldi. Allah o kitabla öz rızasına uyanları salamatlıq yollarına bələdçiləyər. Onları öz biliyi ilə qaranlıqlardan aydınlığa çıxarar və dosdoğru yola bələdçiləyər.